Rusiya paytaxtı son 2 ildə Ukrayna tərəfindən ən böyük dron hücumuna məruz qalıb. Son sutka ərzində Moskva regionu üzərində 200-ə yaxın PUA vurulub. Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən neft emalı zavodu olub. Sonra 3 gündə Ukrayna zavoda ikinci dəfə hücum edib. Hücumdan sonra zavodda yanğın başlayıb. PUA hücumundan sonra Sadavod və Mega Belaya Daça ticarət mərkəzlərində də yanğın baş verib. Biz TV xəbər olaraq hazırda PUA hücumundan sonra yanğının baş verdiyi Sadavod ticarət mərkəzinin ətraf ərazisindəyik. Bildiyiniz kimi bu ticarət mərkəzində çoxlu sayda Azərbaycanlılar çalışır. Ukrayna PUA-sının Mega Belaya Daça ticarət mərkəzinə düşdüyü və orada baş verən yanğının Sadavod bazarına yayıldığı bildirilir. Yanğının söndürülməsi üçün hadisə yerinə helikopterlər cəlb olunub. Mən hal-hazırda həmin helikopterləri göstərməyə çalışacağım. Bəli, gördüyünüz kimi helikopterlər yanğını söndürməyə çalışırlar. Biz burada olduğumuz vaxtdan etibarən 20'ye yaxın helikopterin yanğını söndürməyə çalışdığını müşahidə etmişik. Qeyd edim ki, yanğının baş verdiyi ərazi tamamilə qapadılıb. Hal-hazırda Roskvardiya və gördüyünüz polis əməkdaşları Moskva dairəvi yolunu bağlayıblar. Ümumiyyətlə Sadavod ticarət mərkəzinə gedən yolu bağlayıblar və həm Sadavodda çalışanları və digər insanları ora buraxılması qadağan olunub. Əraziyə çoxlu sayda yanğın söndürənlər cəlb olunub. Hal-hazırda gördüyünüz kimi ərazidən qatı sıx duman havaya qalxıb və Moskvanın cənub-şərqində yerləşən Kapotniya, Kotelniki rayonunun ətrafını sıx qatı duman bürüyüb.